Rusiyadan Bakıya uçan Azərbaycan hava yollarına məxsus sərnişin təyyarəsində problem yaranıb. Bu barədə Pulkova Hava Limanının mətbuat xidmətindən TASS-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan hava yollarına məxsus təyyarə Sankt-Peterburqdan Bakıya uçuş zamanı texniki səbəblərdən geri dönərək Pulkova Hava Limanına eniş edib. Məlumata görə təyyarə saat 3:40-da təhlükəsiz şəkildə eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənara çıxıb, lakin sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Enişin səbəbi isə şassinin sıradan çıxması olub və buna görə Bakı reysi müvəqqəti olaraq Pulkova hava limanına enməyi tələb edib. Nəticədə hava limanının işində fasilə yaranıb. Qısa fasilədən sonra hava limanı fəaliyyətini tam şəkildə bərpa edib. Hadisə ilə bağlı Azərbaycan Hava Yolları Azal da məlumat yayıb. Məlumatda bildirilir ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan Hava Yolları aviaşirkətinə məxsus Airbus A320 təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən, şassidə yaranan nasazlıq səbəbindən geri qayıdaraq Pulkova hava limanına eniş etməyə qərar verib. Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib. Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 4:43-də Pulkova hava limanına uğurla eniş edib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb. Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur. Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər Azal təyyarəsi göndərilib. Azal sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir. Pulkova hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir deyə Azalın məlumatında bildirilir.